Tələbələrin gündəlik xərclərinin artdığı bir vaxtda təqaüdlərin gələcək taleyi maraq doğurur. Kirayə haqqı, nəqliyyat və qida qiymətlərində müşahidə olunan artım fonunda tələbələrə verilən təqaüdlərin də artırılıb, artırılmayacağı sual altındadır. Maraqlıdır, təqaüdlər gələn il artırıla bilərmi? Bu barədə açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gələn il tələbə təqaüdlərində artım ehtimalı var. Onun sözlərinə görə təqaüdlərin təqribən 8-10% artırılması gözlənilə bilər. Tələbələrə verilən təqaüdlər indeksləşdirilir. Bu indeksləşmə orta aylıq əmək haqqının artım tempinə uyğun aparılır. Orta aylıq əmək haqqının artım tempi isə il ərzində təxminən 9%-ə yaxın olur. Buna görə də təqaüdlərin də bu səviyyədə indeksləşdirilməsi mümkündür. Ekspertin fikrincə, belə bir artım baş verərsə, bu artan yaşayış xərcləri fonunda tələbələrin maliyyə yükünün qismən də olsa azaldılmasına töhfə verə bilər.